Elxandır. Elxan qardaş. Bax. Mən onunla 2003-cü ildə söhbət eləmişəm. Yanımızda olubdur. Aksafa'dan bir dənə qardaş. Bizim yanımızda olubdur. O imam Allah'ın bir dəqiqə. Tamam ben olma. Allah mən burada deyiləm. Mən inşallah imam olanlar. Mən yenə gedəcəm. Mənim yerime yəni kim sorsun, o da şəhərdə layiq insan yoxdur. Qoy fişətdir. Onunla mən 2003 söhbət edirəm. Eldəniz qardaş var. Eldəniz yanına gəlir. Mən və Qazaxlılar, Ceyhun var idi, Zəfər var idi. Zəfər ben tanesi içmiş olarsınız. Yevlaqlı. Zəfər. Yevlaqlı. Bu da surədə oxuyub, indi bu dəqiqə bu qamma işlaq yaşlanılır. Bəzi qardaşlar bunu dartışdılar mənimlə ki, sən niyə tavaf deyirsən? Mən bu etiqadım, mən həm də 1998-ci ildən etiqadım ki, bu da kafirdir. Heç onda bu məsələ burada yox idi zaten. Azərbaycan yox idi. Mən bunu yaymaq düşüncəsində deyildim. Nəyə görə? Çünki Azərbaycanda bu dəqiqə insanların İslam'a dəvət ehtiyacı var. Doğru kafirdir, kafir deyil, buna ehtiyac yoxdur. Amma bunu ki saldılar, 2003-dən sonra cənazə namazı qılınan sonra mən artıq başladım. Ki bu qədər artıq safılıq olmaz. Və bu qədər həddini aşmazdır. Söhbət elədim ondan. Dedi ki, bəli, bura tağut dövlətdir. Elxan, bir dəqiqə səbr elə, sən nəticəsinə bax. Bəli, tağutdur, bunlar kafirdir. Amma ki, biz zəyilik bunu deyə bilmirik. Və bunu açıqlaya bilmirik. Sən doğru deyirsən, qardaş. Amma ki, bu dəqiqə biz bunu ortaya atmamız, tamam, bu dəvət zərər ola bilər. Tamam, dedim gözəl, Allah səndən razı olsun, mən səni çox istəyirəm. İki adamsan bu sözünə görə. Dedim, qəbul edim, qəbul ederim. Dedim, tam bir vaxt gözəl. Bu şehir haqqında mən bunu 2005-ci ilə qədər davam eləmişdim. Sumqayıt'a keçən illəri 7-ci ayda gəldim. Və bu qardaşlar yox idi. Başqa bir qardaşlar var idi. Bilməm, bu qardaş orada yox idi. Sumqayıt'da dənizin qıranda oturmuşdu. Qardaşlar mənə dedi ki, bu qardaş xüsusən, mən bu qardaşla bir müzahirədən çox istəyirik, Allah üçün. Ki, əxi, sən Elxanın haqqında nə münasibətin var? Dedim, müsəlmanın qardaşındır. Dedi, Allah vaxt mənə istəndi, sənə yaraşmaz dedi bu şey. Dedim, neyi belə deyirsən sən? Dedi ki, onun elə bir küfür sözləri var ki, buraya müslüman deyir, tağut demir, mən cihada gedərkən ondan izin almaq lazımdır, mən belə şeylə danış. Dedim, bunu deyə bilməz. Dedim, nə var? Dedim, o mənə buran tağut oldu. Dedim, ona tağut deyə bilmərəm. Mən ona, Elxanı mən təşbih edilmərəm, Elxan mənə buran tağut oldun deyir. Mən necə bunu deyim? Bu qardaş mənə deyir, mən inanmadım. Dedim, qardaş, mən sənə sözlə, sənlə yaxın əlaqədə olmağıma baxmayaraq, mənim əlimdə dəlil var ki, o burada tağut deyil, mən təşbih edilmərəm. Amma ki, buna baxmayaraq, mən dedik, mən araşdıracağım, ona sonra deyəcəm. Araşdırdım. Soruşdum, mənə dedi ki, bəli, mən demişəm, Əbbəşincində. Bunu məndən qabaq da qamət edildir. Nə olsun ki, mən demişəm. Bunu məndən qabaq qamət edildir. Dedi ki, sən belə şeylə baş-baş, bu başını bıraq. Mən demişəm, Yaşar deyildir, belə şeylərə boş verdim. Hər zaman mən onu Elxanı müdafiə edim Yaşara qarşı. Yəni, Yaşar onun haqqında danışdım, mən cəfəmiş Yaşarla danışırdım ki, Allahdan qoru, onun haqqında belə danışma girənlər, mən Haqqa sənin oğlu demə girən Yaşar ona, qalq edir, Haqqa sənin oğludur. Bu mənə belə danışırdı, mən deyim, ona danışırdım, Yaşarla Allahdan qoru edir, ona qalq edir, sən xabar işsən, sən də ixvansan. Sənin inanmağımın sünnədir də. Bir dəqiqə də səbirli ol. Mən nəticəyə baxarsam, ona sonra mesajları göstərəcək. İnternetə giriyor, mələklər çoxdur, elhamdülillah. İnkar olunmayan şeylər var, nəysə. Dedim ki, Elxana belə. Ondan sonra isə, mən bu qardaş var, mən yenə Elxan Mahmud söz dedi, yenə də biraz durdum, dedim, bəlkə ətrafımızda insanlar var, ona görə durur. Yenə də olmadı, amma sonra yenə araşdırdım, dedi ki, mən bu əqrəliyim, meçinsində. Dedim, yaxşı, güzel. Amma yenə də artıq şəkildə bildim ki, bunun sözü, konkret bir küfürdür var, bunu dindən çıxardır. Bu elm tələbəsi bilirsiniz, sizinlə onun arasında fərq var. Ondan sonra bu mənə zəng elədi, ondan bir ay keçmişdir Ramazanda. Mən Ramazanda buna məktub yazdım, səni dedim, təbrik edirəm. Eşitdim ki, sən deyirsən ki, şeyə rəddiyələr veribsən, Yaşara. Ki, onun əməldə münafiqlər var, Amerika gedir, Yahudilər haqqında belə elan vermiş qardaş. Mən də onu getirdim, danışdım. Bəli, bu məsələ farklıdır. Mən buna məktub yazdım, mesaj Ramazanda. Bu mesajı məndən Ramazan axıra qədər bir cavab demədi. Ki, sən yalansan, mən demişəm, o bəli, demişəm, deməmişəm, bir şey cavab demədi. Mən bir gün Sumqayıta gəlirdim. Ramazan ayında. Sumqayıta gəldim, bana qalxdı dedi ki, Selamun Aleyküm, ayışdiram. Dedim, eşdirəm Elxan, nə var, nə yox? Dedi, çox sağ ol. Dedi, sən mənə bir də mesaj yazmışsın, mesaj. Dedim, ki, mən yaşan haqqında bunu demişəm, ondan sonra tağut olacaq. Mən bunların heç birini deməmişəm, bunlar mənə iftiradır. Sən Kəbinə gəlmişdin. Ayışdiram, mən Kəbinə gəlmişdim. Dedi ki, mənim haqqında bunlar iftiradır. Ki, mən belə bir şey deməmişəm, bunu da sən eşitmişəm Sumqayıtda mənim haqqında, məni müdafiə edəcəksən, belə deyirsən ki, o, buranın tağut deyir. Mən tağutsa demirəm, bunlar müsəlmandır.
Elxan da mənim qardaşım, Ahmet də mənim qardaşımdır, Yaşar da mənim qardaşım. Yəni bir dəqiqə. Bir dəqiqə səbir ol, əxi. O qardaş deyir kəbinə gəlmişdin. Mən Ramazan ayında Sən gəlmişdim. eşitdin ona dediyi sözü Elxana. Axı yox, mən bunları nəql edəmişim. Kəbinə gələndə olmuş idi söhbət. Biraz o qardaş onlardan ehtiyat et. Axı qardaşım indi Elxanı çağırarsan bir yer. Elxan da Yaşar. Axı bir dəqiqə səbir ol, qardaşım. Nəsə bu mən dedi ki, dedim gözəl. Mən bunu sənin haqqında belə demişəm. Mən də gəldim kəbinə gələndə, bu qardaşdan sonra mən bu kəbində bunu açıqladım ki, qardaş Elxan qardaş, mən sizə belə bir şey demişdim ki, Elxan burada tağut deyil. İndi isə mənə zəng elədi ki, mən demirəm. Mənim haqqımda Sumqayıt əhli özü dedi Sumqayıt əhlinə. Sən eşitmirsən Sumqayıt deyirsən. Dedi Sumqayıt əhli dedi məndən haqqında belə bir şey demədim. Dedim yaxşı. Demərəm, qəət edirəm. Deməmişəm, kişi adamsan, sən mənə müzakirədən dedin. Gəldim bunlara dedim. Ondan sonra isə yenə onunla 5 nəfər var, yəni burada şəhərdə olanlar. Dedilər ki, sən Elxandan niyə uzaqlaşsan, niyə ona deyirsən ki, onun əməllərində nifaq əməlləri, münafiq əməlləri. Ki, müətəbər insan, mən ona adım sən. Ki, niyə belə deyirsən? Deyir, ondan sən gedək görüş. Mən dedim ki, vallahi mən istəmirəm, bezmişəm artıq. Allahın əzminə müətəbər. Yəni ki, belə deyirlər, dedim, mən bezmişəm artıq, başa düşdün. Adili, sən məsələ söhbət edəndə məzəcilik, məzələndir, başa düşdün. Adilin bu xəsitidir. Ki, bu məsələ adilin yox. Bu, Rabi Mədxəlinin görüşünü dəstəkləyənlərin mənasında budur ki, insanlarla istizə eləsinlər. Dedim ki, mən söhbət edən problem yox. Dedilər ki, 5 nəfər gəlsin Elxanla, sən söhbət elə, biz qəbul edirik. Elxanla axın dəfə yenə söhbət elədik. Bir restoranda oturduq. Çörək yedik, ondan sonra bu başladı, 2 saat danışdım. Mən kəlmə olsun, belə kəsin. Mənə salam aleyküm dedim, mən aleyküm salam dedim. Hər kəs dedi ki, mən Elxanı tanımıram. Elxan da məni tanımır. Yəni sadəcə bir adi insan kimi. Bu ki, Elxan da məni birimiz tanıyırıq, həm yerli kimi, həm bir yerdə oturmuşuq, yemişik, içmişik, istirahət eləmişik, dincəlmişik, xüsusi söhbətlərimiz olubdur, başa düşdün. Elə hər şeylər ki, məni tanımır, tamam mı? Bu önemli deyil. Ondan sonra başladı ki, bura müsəlmandır, bu başladı, etiqat eləmək ki, bura müsəlman, mən bunun haqqında dəlil gətirir ki, dedim, bura müsəlman nədir? O səndən daha, yəni sən ondan daha bir gücü gətirir. Demək, bunu gətirmiş olduğu dəlillər yenə ki, yenə belə ixtilafa yeri var da, ixtilafa yeri var, ki deyək. Amma onu gətirmiş olduğu dəlildə heç ixtilafa yeri yox idi. O da ki, hər bir uşaq doğularkən müsəlman olmaq doğulur. O atan sonra müsəlman kafir, nə ələqə? Ələqəsi danışır. Yəni bunun heç bir ələqəsi yoxdur. Bir uşaq doğularkən müsəlman doğulur. Dedim, bunun bizim prezidentə nə ələqəsi var? Hə, dedi, o bizim prezidentə Yahudi deyil, nə də Xristiyan deyil, nə də şimdi dedim, yox, gəlsən bir deyək ki, mən Yahudiyəm. Gec gələcəm, mən inşallah oyaq olmazsa da götürməmişəm. Dedim, gəlsən bir deyək ki, mən Yahudiyəm prezidentimiz. Və mən dedim, bunu deyə bilməz. Çünki Azərbaycanın qanununa xilaf ola bilməz. Azərbaycanın özünü müsəlman sayılır. Bütün Qafqaz dövlətlərində içində müsəlman gedir. Bu günlər bir Xristiyan gəlib bizim Azərbaycanda hakim ola bilməz. Bir Yahudi bizim Azərbaycanda hakim ola bilməz. Bir Məcusi hakim ola bilməz. Mümkün deyildir bu. Ancaq özünü müsəlman adlandıraraq gəlib gələ bilər. Başa düşdün? Yahudi, Xristiyan da olsa, belə darıxışdı, sonra bu çıxdı getdi. Yəni ki, söhbətə deyil. Mən bir dənə artıq şəkildə Elxanla belə konkret söhbətlərim olur. Başa düşdün? Qalanın heç bir oxşu mədəni tələbələrinin isə, heç birindən konkret bu zamana qədər, yəni belə, bu məsələlər haqqında konkret bir şəkildə söhbət edilməmişəm. Düzcə bir dənə sual verim, yəni bu artıq məşhur məsələdir, yəni biz tərəfdən bilinən amma bu dəqiqləşdirmək üçün indi sənə görəm sual verim. Güya ki, sən gedmirsən Abubəkir məclisindən. Gözəl, hə. Orada Adil sənə söhbət eləmişsiniz, aranızda söhbət edib. Adil sənə deyir, 2 dənə sual verib, şərtdən. Bilmirəm nəyin şərtindən, sənə 2 dənə sual verib. Hə? Aysun, sən cavab verə bilməmişsən. Adil sənə qayıdıb ki, get məclisin içində bir dənə uşağı çağırın bir dəqiqə, orada gedib dəstə oturan uşağı. Ondan soruşum, o cavab verəcək. Belə bir söhbət olur. Yəni, biz olan namına cavab verin, mən qıraqda olan adam. Yox, mən sual verirəm də, yəni. Bismillah, bir dəqiqə, xahiş edirəm, sən çox müdaxilə edin, Allah üçün. Yox, xahiş edirəm, nəysə, səndən başqa insanlar da burada. Sən cavab verin. Bismillah, hə, bax qardaşım. Elə bir şey. Bəli, mən onun arasında Abbas kimi İslamda söhbət olur. Nə törür, mən bunu söyləyəcəm. Allah buna şahid var. İnşallah uzun ətraflı verir, Məhdiyin onu görür. Yəni, nə məsələdir? Bunda mənim aramda söhbət oldu. Mən buna konkret edəcək. Yəni, bir məsələ haqqında söhbət düşmüşdü. Kalpasa var, kalpasa. Ki, getim mən az yedim, getim Abbas yanına ki, yedim, azdan bir şeylə yiyeyim orada. Gördüm, kalpasa var, mənə hamısına baxıram, bütün Azərbaycanın kalpasa vardır. Yəni, heç bir fərqli, heç bir yönü yoxdur da. Selbulaqdır, üstünə hava yazılıbdır, nə mən hava kalpasları, salih... Neyse. Belə kabul adına yazılmışdır. Dedim ki, dedim ki, bunu kim kəssin? Dedim ki, siz mi kəsmişsiniz mi? Müslüman qardaşların halal kəsdiyini mi? Dedi ki, elhamdülillah Müslüman qardaş kəsir. Dedim, kimdir?
Dedi ki, Allah'a Peyğəmbər qəbul edirəm. Bilmirdim, yəni ki, mənim kimi İslam yaşayır. Dedi, xeyr, sadəcə Allah Peyğəmbər haqdır, qeyb heç bir İslam yaşamayan adi Azərbaycan bilir. Allahdan qorxaq şey. Yəni ki, bunun ismini ətinət edir, mənlə niyə danışsın ki, elm əhlindən danış. Mən avamam, bilmirəm. Mesih Peyğəmbər da deyir, mən avamam, bilmirəm. Satıcı. Mən avamam, bilmirəm, ged elm əhlinə söhbət edirəm. Dedim, mən sənə ayət edirəm ki, İbn Abbas'ın, alimlərin görüşlərini getirdim ki, burada bax, məndə dəlil var. İbn Bazın, bir insan əməlində şirk olarsa, cahil olub desə, onun kəsdi, xanq eti yiyilməz, ona qız verilməz, onun müsəlmanların qəbirlərinə basılmaz deyə, əlində mənim dəlillər var. Hüseymin İbn Bazın rəhməhullah, ət məsələsi haqqında. Yəni, Peyğəmbər yiyir. Kimin haqqında? Yevləylərin kəsdiyi əti. Yevləylərin? Yevləy kimə deyirsən? Əl-Kitab yiyilər. Əl-Kitab yiyilər. Bizim Azərbaycan Əl-Kitab deyil ki. Yahuda Xristiyan namaz lazım. Xeyr. Məmşuqatdır. Azərbaycan adına məşhurdur. Atəşlər odra yoldu. Azərbaycan bundan məşhurdur. Söhbət elədim məndən. Söhbət edəndən sonra dedi ki, xırdalığa getməklə mən din çıxıb gedirəm, əsr namazı idi. Mən namazımı qıldım, mən musafir idim, mən gedəsiydim. Dedim, mən getməliyəm, dedi ki, gözdə əsri az qalır, sonra sənə işin var söhbət edir. Ki, adildir. Adildir. O günə bu sualı getdin adilə verdin, o günə qədər mənim adillə yaxın münasibətim var, şüşlü. Onlar da deyirlər ki, adil edər ki, adil, bu, belə bir şey dedir də, ki, frankizin ətləri yiyilməz. Adil qalmadı ki, xırdalara getmə, mən də adillə mədənə rəvat edilir gəlirik, şüşlü. Allahdan qorxda, deyəsən, Ramazanda cücə buddan yeməyi tərk eləmişsən, vallahi necə deyirəm. Ki, Ramazan ayında iftarlara gedəndə, o restorana, bu restorana gedəndə əziyyət çəkməyəsən deyə, bu ətləri yemək öz nəfsin üçün başqalarına mı dedim, sən əlfət verirsən. Mən bunun açıq zarafatım var. Ki, mən bunu qalxdım belə dedim, Allahdan qorx. Deyəsən, mən maşın belə, hamısını deyirəm, maşın qalanında oturmağı çox sevirsən, nəlim mən restorana getməyi, nəlim mən sən ətrafında birləşməyi çox sevirsən deyə, ət yeməyi haram elə bilmirsən. Ona bu söz xətirə dedim. Dedim, mağdur qaldı deyir ki, hələkəl mütəmətti'un. Hədis var ki, xırdalığa gedənlər hələk olurlar. Dedim, Allahdan qorx, bu haram halal məsələsi xırdalıq deyil. Haram halal məsələ xırdalıq deyil. Nəysə, bunun üzərində başladı mövzunu qurdu. Bunun üzərində başladı, mövzu quruldu. Gəldi bir məsələyə çıxdı. Nə məsələsinə çıxdı? Qalxdım, adı şirk nədir? Birincisi, şirk nədir? Yəni, əməli şirkdən misal verə bilərsən. Yəni, əslində mən ağılsız oldum ki, ona mən onu cavab verirəm. Gələn cavab verməzdim. Çünki orada o kimdir, yəni nə mənə belə deyirəm ki, məni imtihana çəkir. Yəni, o kimdir ki, məni, yəni belə, səriyə baxımdan məni imtihana çəkir. Yəni, o da bir neçə il oxuyur, mən bir neçə il oxumuşam. Onun üçün ki, o mədənədə oxuyur. Bir də mədənədə çox alimlərdir, çoxsu Suriyan alimlərdir. Adından çoxsu saya bilərəm, amma Suriya alimlərdir. Ki, pulla, Suriyada biraz maaşı zəif verirlər, aylıqlar. Saudi Arabistanda yaşayan maaş daha çox verirlər. Nəysə, yəni ki, daha çox verdiyinə görə alimlərin çoxsu oraya gedir. Bir də ki, özü istəyirəm, Suriyada bəzi özü istəyirəm, sufilərə rəddiyə verəndə, bəzi sufilərə var ki, o alimlər orada sevmirlər. Sevməyənlərin məcbur qalır ki, başqa bir yerdə gedilər. Çünki dövlət qəbul edəmir, amma insana qəbul edir, yəni tələbələr qəbul edir. Amma avam xalq biz baxır, biraz dövlətin borcuna getmir, yəni başa düşsün. Orada Timbolü Ələvilərin rəhbəri, yəni Həzrət Əli Rafizlərin hakimiyyəti altında olduğuna görə Suriya. Ona görə sələf alimlərini sevmirlər. Onlar da çoxu edirlər, surda dərs verirlər. Qalxdım, dedi ki, mən dedim ki, Allahdan başqasına səcdə eləmək bu bir əməli küfürdür. Dedi, yox, bütün əməli küfürlər, bax, bu da mövcüyən görüşü mənə ortaya atdı. Bütün əməli küfürlər küçük küfürdür, etiqat edirsə böyük küfür olur. Etiqat edirsə o da böyük küfür. Dedi, bu yalan əhd dedim, hadi. Allahdan qorx, orada zamanın içində. Mürciyənin görüşünü burada yayma. Mürciyənin görüşündə var ki, şirk işləyən, küfür işləyən etiqatına baxılır. Amma dedim, əhl-i sünnətdə isə şirk və küfür işləyən heç bir zaman onun əqidəsinə baxılmaz. O təkfir olunur. Bu nədən başladı? Sonra baxdım, adı, onda ayət var, sənin həmən bu ayət şeyə gətirdi. Adı nədir? Dedi, neyi müsəlmana söymək fısıqdır, onu öldürmək küfürdür, ona nə deyirsən? Və bu şərhi nədir onda? Mən qalxdım, dedi ki, bu hədisi şərhində, mən oxumuşam, İmam Nəbəvi, İmam Muslim deyirlər ki, bu da küçük küfürlərdəndir. Çünki bunlar neymət küfürdür, nərmət küfürdür, küfürlərin növləri var. Bu da onun üçün girir. Dedi, xeyr, onun məsələ belə deyil. Dedim, necə yəni belə deyil? Dedim, bu küçük küfürdür. İbn alimlər bunu şərh edir, belə deyirlər. Yox, dedi, yox, bu belə deyil. Mən nə bileyim ki, bu məndən həmən ayət istəyir. Bəx, dedim, bir ayət. Bir dənə bölümdə şey var idi, Askılı Ceyhun. O sağılmadı heç kimcə. Bölümdə deyil, mən istəyən deyil. Həmən zaman həmən dərsdən çıxmışdılar. Qalxı dedik, səndən deyil, bu ayət var ki, iki tayfə bir-birinə savaşarsa da, onlar, dedim, birincisi, tamam, doğru deyirsən, bu da dəlildir. Amma ki, alimlərin bundan başqa dəlillərdir, sadəcə bu dəlil deyil.
bu məsələni şişirtdilər. Görürsünüz, bu adam küçük küfürlə böyük küfür ayrı bilmir. Ki Allahdan başqasına səydə eləmək küçük küfürdür, böyük küfür orası etiqad. Bu məsələni başladı yaymağa. Ay insanlar bunu qəbul eləməyin, bu Suriya tələbəsidir, nə ilə bu görürsünüz xəbərləşdir, nə ilə bu budur. Ondan sonra şey gəldi, oranın İbrahim. Əlindən belə tutdu, bu Suriya tələbəsidir, bu isə mədəni tələbəsidir. Mədəni tələbəsidir, mərufdur, bunlar şeyxdirlər, alləmədirlər, bizim şeyxlərimizdir. Bunlar isə ixvandırlar, rədd olunmuş, bilmirəm kimlərdirlər, bunlar qəbul eləməyin. Ondan sonra başladılar ki, bax şimdi bunun ayağını qırmaq lazımdır. Adi onu dedi, düz deyirsən, belə insanlar davam edək, bunların ayaqlarını qırmaq lazımdır. Mən belə eləmək lazım, belə eləmək fətva verir. Mən sonra zəng gəldim, məni döyməyə qalxdırım oldu. Aralandım, qoymadı, araladılar ki, bəzi də gəldi ki, məni döysünlər. Mən də aralandım, Adil zəng gəldi. Dedim, Adil, sən də mənim şəxsi münasibətim var, eyni zamanda müsəlman var, dedim, sənə yaraşmazdı bu hərəkət. Dedim, mən təkəm, amma Allah subhanətlə mənimlədir. Allah mənimlədir. Sən dedim, o ətrafında olanlar olabilir, amma Allah hər zaman mənimlədir. Dedim, əgər iddianda doğrusansa da, dedim, gəl oturaq, təcrübə edəcək. Bir də dedim, kaset qoyaq, yazısız söhbət edir. Sən get hələ çox oxu. Nə Suriyada oxuyanlar qəbul olunmur. Niyə? İbn Teymiyyə harada oxudu? Suriyada. İbn Qayyim harada oxudu? Suriyada. Qurtubi harada oxudu? Suriyada. İbn Kəsir harada oxudu? Suriyada. Zəhəbi harada oxudu? Suriyada. Nəvəvi harada oxudu? Suriyada. İbn Həcər harada oxudu? Suriyada. Hamısı da yetişdilər. Buna nə deyirsən? Get, sən çox oxu, mən belə, mən şeyxəm. Dedim, qapat. Dedim, bu cahilətdir. Gəlsəm kim özünə alim deyir, o cahildir. Yəni, bu məsələ görə bunu nə qadır? Yaydılar. Bu faktdır. Vallahi də, billahi də, tallahi də. Allaha yemin içirəm. Bax, bu məsələ yalnız belə oldu. Orada da Semrul qardaş var, aeroportda işləyir. O da mənim yanımdadır. Hacı qardaş, Allah üçün gəl gedək. Bu nə dedi? Bunun bizim başımızda problem məsələdir. Hətta elə qardaşlar var ki, o da belə məni yaxın tanıyanlar qorxularından yaxınlaşa bilmədilər. Üstad aldı ilə yenə oturub söhbət eləmək olar. Yəni aldım mənim evimə də gəlir. Mənə aldı da böyle. Prosta onun bir dənə məsələsi var ki, o haqqı gizlədir. Bilir, təbil edir. Ancaq Elxan da şəxsən mənim özümə. Gətirməmsinə deyil, problem yox. Yəni, mənim burada yalan danışmağa bir mənfəətim yoxdur. Çünki mənə nə cib verəcəklər, nə 4 mərtəbəli villa verəcəklər, nə bir şey verəcəklər. İnşallah da bu da görünəcək, Allah subhanət onu sübut edəcək ki, mən bu dünyada gözüm yoxdur. İnşallah yaqın ki, tezli edin. Çünki hər bir müsəlman, Rasulullah salsan deyir ki, şəhadət istəməlidir. Əgər bir müsəlmanın qəlbinə cihad alovu girməzsə və o şəhadətini istəməzsə, o qiyamət günü münafiq sifətində durar Allah'ın. Yəni, mənim arzum Allah'tan bir dənə şəhadət. Allah subhanət Allah tezliklə onu sübut eləsin ki, mənə şəhadətə çatdırsın və hər bir tövfid əlim. Söhbət ondan gecikərək, mənim nə mənfəətim yox, mən qamətlə də yaxın olmuşam, Elxanla da yaxın olmuşam, Yaşarla düzdür, belə yaxın olmamışam, amma söhbətim olub oyna, bir mötəbər bağda, böyük bir bağda, mötəbər deyəndə onlar pul cəhətdən fikirləşirlərdi, mən də onu yürüdüyəm. Bir də bağda, vəzifəli bir şəxsin evində, yəni ki, pullu bir şəxsin evində, zəngin bir şəxsin evində mənim Yaşarla söhbətim olub. Sual üzərində qurmuşam, deyib müşrikdir, şirkdir, nə bilim nədir. Axırda qarşı deyir ki, nə bilim nədir, o üçün nəsə sonra mənim öz oyunla söhbətim. Elxanın özünə getdim, çəkdim qırağa, dedim ki, eşitdim məğribdən sonra haqqı bəyan eləmişsən, Allah səndən razı olsun. Mən istəyirəm təzdən sənlə qardaşlaşım, təzdən münasibətimiz olsun, mənim də əslində qabaqdandır. Mən Elxanın yanı belə tanıyıram, cahilliyi ilə tanışdığımız var, uzaqdan uzaq. Elxan deyir ki, eşitmişəm, Yaşar sənə təqdir eləyirsən, yəni belə, bu nə məsələdir, elm əhliyə. O vaxtdan qamətlə Elxanın söhbəti olmuşdu. Allah şərtimi onlara barışdırmaq istəyir. Bir də azam ministr var, onun evinə getdi, oturduq, adını çəkmir. Qaməti zəng vurdum, çağırtırdım ora. Gəl, oturaq, söhbət eləyir. Elm əhli sənə çox istəyirəm səni, düzdür? Elxan da elm əhli. Münafiq səviyyəsində çatdırmışsın, məsciddən qovmuşsunuz, xeyr olur. Bütün İmam Navavi kitabında 66 da münafiqin sifətini getirir. 66'sını da Elxan çöndürmüşlər. 66'sını da. Axırda dedim, bu münafiqdir də, bunlar fətva götürməyir. Fiqh soruşmuyor da bunlar. Heç fiqh də soruşmuyor bunlar. Nəinki əqidə? Yox. Necə yox? Sən bu adamı münafiq çıxardırsan, sonra deyirsən ki, yox, o münafiq deyil. Yəni, qardaş, söhbət ondan gedir ki, oturduq da söhbət, bu yaxınlarda getdim o 2 ay bundan qabaq, 3 ay, 4 ay bundan qabaq, Ləzgi məsəlində Elxan xütbə vermişdi. Oranı şey ediblər də, tribuna. Yaşar çıxır rəddiyə verir Elxana, Elxan çıxır rəddiyə verir Yaşara. Məsəldə ediblər tribuna. Bu ona rəddiyə verir, bu buna rəddiyə verir, bu buna rəddiyə verir, bu buna rəddiyə verir. Mən axıda gəldim Elxanın yanında, eşitdim haqqı demişsən. Mənə görünü yazır, təzdən başladım mesajlar göstərmək. Bu məşqə sənin öz məsələndir. Şəxsi məsələdir.
ümumiyyətlə niyə qatırsınız, firqə salmışsınız burada? Siz dedim firqəçilik elədiniz burada. Siz cəmaatı birinci təkfir ediniz. Dediniz, xavaricdilər, filan şey yoxdur, cihada gedən xavaricdir, bizdəndir, filan kəs xavaricdir, bizdəndir, filan kəs nə bilim nədir, münafiqdir, cənazə namazı qılmayanlar münafiqlərdir, sabah bilinəcək, kim cənazə qılmadı, bilinəcək sabah münafiqlər. Qamətdə şəxsən, özüm şəxsən, sən ki, yenə çağır, bir dənə belə normal yerdə, oturum yönədim ki, qardaş, sənin sözlərin budur. Sən küfür eləmişsən filan yerlərdə, indi də eləyirsən həmin küfrü, davam edirsən, israr edirsən o küfrdə. Yəni, qardaş, bu adam deyir ki, filandır, xavariclərdir filan kəsə, filan kəsə xavaric, filan kəs xavaric, filan kəs xavaric. Birinci təkfirci sizsiniz ki, ondan sonra, düzdür, Elxan mənə qayıtdı ki, sən bura tağutdur, biz burası zəifik. Dedim, Allah səndən razı olsun. Mənə dediyi kimi. Var, üzr istəyirəm. Başına demək lazım. Dedi ki, hə, münafiq sifətidir o, belədir, bir yerdə belədir, Sonra mənə içərlər, qoymadı deməyə. hər yerdə bir dənə sistemi axıra kimi, hər yerdə bir söz demək lazımdır. Cahillikdən də kişinin sifəti bir dənə olur. Hər yerdə bir dənə sözü demək lazım. Qayıtdı dedi ki, sənin uşaqların Abbaqır'a gedir. Mən də qayıtdım ki, buna əksinə. Dedim ki, mənim 2 dənə uşağım var. Birinin 8 yaşı var, birinin 6 yaşı var. Hansı uşaqlarla arasın? Sən həmişə mənə prikola tutursan. Dedim, ola yox, nə uşaq deyirsən? Sənin uşaqlar Abbaqır'a gedir. Dedim ki, nə demək istəyən? Heç mən əmirəm, mənə də biyyət ediblər, gülür. Deyirəm ki, nə, yaxın uşaqlarım. Deyirəm, hə, gedirlər, bəziləri gedirlər. Onda ala bu kağızları, dinən orada onları paylaşsınlar. Bir də gəlmər. Üzr istəyən. Bir paska yanında Zahir adında qardaş vardı, Bakıda olur. Dedim, götürün kağızları, Elxan Dacı zəng vurdu Muslim Şopa. Dedi ki, düşmürəm oraya, get oradan 2 dənə diskimi götür mənim, mən sənə hədiyyə verəm onları. Dedim, çox sağ ol, Allah səndən razı olsun, qeyb götürəm. Getdim 5 mərtəbə Muslim Şopuna, 2 dənə, orada da mənə yaxşı tanıyırlar. O bütün Muslim Şopda da tanıyırlar. Bir-birimizə hörmətimiz var, əxlaq tərəfdən bir-birimizə hörmət edirik, görüşürük. Lazım o, nəysə də uzun söz. Getdim, diskləri də götürdüm, gəldim. Zahra dedim ki, Allah həmd olsun ki, qardaş əlhamdülillah haqqı deyib, bəyan edib. Gəldim, orada rəddiyə vardı, Yaşara, Qamətə. Yaşar və Qamət, əvvəz yox, yazılıb ki, Yaşar filan yerdə ərəb filan kəsinə oturub Ramazan orucunu açıb bayram keçirir və Qamət, Həzrəti Qamət Süleymanov zəng vurur ona deyir ki, siz neyinirsiniz? Yaşar da deyir ki, biz Ramazan orucu keçiririk, bayramı keçiririk. Qamət də ona deyir ki, siz xavaricsiz. Hökuməti qastıq, istehza elə də, gülmə zarafat. Doğru yerə, yəni belə bir rəddiyə yazıb orada. Şeyx Albaninin Qamət gətirdiyinə rəddiyə yazıb. Ki, Albaninin belə sözü yoxdur, filan kitabda, filan yerdə Albani bunun əksinəsini deyir. O kağızlar var, Sumqatı da gəldi, çıxdı. O dərsdə mən iştirak eləmişəm, nə qardaş? Nəysə, üzr istəyir, dərs dördü, o rəddiyə idi. Kağızı. O dərsdən sonrası. O şimdi dedi ki, bu iftiradır, Qamətlə Yaşar bayram keçirir, camada Allahın halalını haram eləyirəm, neyini? Mən Yaşarla söhbət edəndə dedim ki, Yaşar, mən cahillikdə də belə bespantolu hərəkət eləməmişim, axırda dedim. Deyir, niyə? Deyib, Anadolu'da oturursan restoranda, Anadolu'da. Ramazan bayramını keçirirsən. Sənə zəng vururlar, deyirlər ki, bugün bayramlı şey. Deyirsən, yox, bugün oruç tutun. Özün Anadolu'da oturub, bayram keçirirsən, Anadolu restoran. Belə, kim deyib? Deyim, filan kəs. Allaha alısına qardaş, Allah razı olsun. Yəni, qardaş, Allahın halalını haram edir. Andiş deyə o elə. Qardaş, Allaha alınız ki, bu məsələ belə idi. Vallahi deyirəm. Mən qardaş, heç kimlə qorxum yoxdur. Sən çağırın, sürüdə düz bura deyim ona. Mən vəcədən dedim ki, etinə mən səni kafir demişəm, düz deyil. Hə? Gəldim də mən səni kafir demişəm, ispat edəcəm. Düzdür, qardaş. Onu da deyirəm ki, Yaşar bağda mənimlə oturub tək-bətək. Sonra gəlib mən elimdə akademiyasının yanında görüb, qucaqlayır. Sən kimin oğlusan, zat, mən səni tanıdım, sən filan kəsin oğlusan. Demə, hə də, mənim də atam sənin kimi müşrik. Ha, görürsən, başsan mənə təkfir edin. Gedəydir, oturaq, söhbət edir. Deyirəm ki, bombazın filan fətvası var, deyir, hə. Deyirəm, bəs orada deyirdin, yoxdur. Dəvətin bir metodu var, hamısının yanında demək olmaz. Allahu akbar. Yəni, qardaş, mən bunu görə və prezidentin küfürlərini görə, onun kafir oldu. Ahmet Şakir deyir ki, üzr istəyirəm. Deyir ki, gün kimidir, aydındır ki, bu hökumətlərin, prezidentlərin hamısı kafirdir. Nə ayə, nə hədis gətirim sizə gün. Ahmet Şakirin təfsir kitabında gedir. Sən qardaş, bax, burada kitab var. Ahmet Şakirin deyib. Yox, İmam Teymiyyə deyir. Bax, qardaş, Abdurrahman Acibrini rəyi ilə yazılan kitabı ərəb dilində də var, qardaşlar gətiriblər.
Bax, burada yazılıb, Abdurrahman Cibrinin kitabı. Abdurrahman Cibrinin rəyinə yazılıb, cəhalətin üzür olmamalı haqqında kitab. Bu qalınlığında kitab var, cəhalətin üzür olmalı. Ərəb dilində 225 alimdən, orada İmam Şafiidən tutmuş, Şatibidən tutmuş. Buyur. Yəni, qardaş, biz sən necə deyil? Yəni, Allah subhanət hala bizi daima haqqa yönətsin. Mən onların o küfürlərini, yalancılıqlarını görəndən sonra, yəni özüm onun şahidi olandan sonra, mən oradan çıxdım, getdim. Və başladım daha da dərindən oxumağa. Yəni, bir yönlü yox, 3 yönlü başladım oxumağa ki, axırda mən yapara gəlib çıxacaq. Necə olur, qardaş, Qurban bayramı ayın 20-sidir. Bir dənəsi durur, məscid imamı deyir ki, yox, bugün biz bayram keçirməyəcək, sabah keçirəcək, çünki bu dövlət üzür keçirir. Belə şey olur, subhanallah. Mən kiməm durum deyim ki, yox, oruç tutun. Qurban kəsməyin bugün, sabah qurban kəsəcəksiniz, sabah 2 rükətlə. Allah subhanə Tövbə surəsinin 37-ci ayəsində nə deyir? O müşriklər kidir, Allahın bir gününü dəyişdirər, onlar deyir, kafir olur. Bir gününü dəyişənlər. Bunlar qardaş, Ramazan bayramının yerinə özü oturub bayram açır. Özü oturub, hamısı bayram açırdı. Qamət də, qardaşı da, Əlixan Musayev da, Adil də, Yaşar da, hamısı qardaş. Hamısı bayram açırdı, hamısını etdim, zəng vurun soğuş. Hamısı zəng vurun soğuşu, deyir, oruç tutun. Deyirəm ki, onlara, vallahi deyirəm, baxarsınız, deyir, 3 gün, deyirəm, 3 gündən sonra inşallah bilinəcək ki, kim harada bayram keçirir. Arkadaş, mən onların küfründə əminəm. Bu küfür, onların küfrü alınlarında yazılır. Mən filan yerdə küfür, necə cənazəni qılmayan münafiq, cənazəni qılmayan xavaric? Hardan götürüb o dəlili o? Mən cənazə qılmıram. Cənazə namazı qılmaq fərzdir, yoxsa fərdülərindir? Fərdül kifayədir, fərdülərindir. Fərdül kifayən məni yüklüsən fərd. Qaməti düşürdümüşəm zaministrəm, evindən düşmüşük. Maşının yanında deyirəm ki ona ki, Heydər Əliyev kimdir? Baxıram o belə. Belə deyir, müsəlman. Deyirəm ki, o kafir deyirəm. Mən onu oxuruyam, mən onu müsəlman deyəm mənəm. Çünki mən onu küfürləm, daha gözəl deyirəm. Deyir ki, deyirəm, xeyr ola sən deyirsən, cənazəni qılmayan münafiq və xavariclər. Belə. Ona qılmayan münafiq və xavariclər kasetləri var da, xütbələri var. Bəlkə yalan deyirəm. Kaset də verim sənə, qulaq az. Deyirəm ki, üzr istəyəm, Heydər Əliyev cənazə namazı qılmayan. Deyirəm, bir dənə şəhriyə. Deyirəm, Heydər Əliyev cənazə namazı qılmayan münafiq xavaric ol. Deyir, sənə demirəm ki. Deyirəm, mən şəxsən onun cənazəsini qılmamışam, çünki kafir saymışam. İndi mən də demək münafiqəm, xavaricəm. Yox, sən istisna. Mən istisnayam. Mən bəyəmləyəm ki, öydən zəmbillə düşmüşəm. Filan kəs, sən istisna. Sən istisna. Subhanallah, o nə deməkdir? Qardaş, mənim sizə yəni, tövsiyəm nədir? Yaxşı, Allah razı olsun, sən bərabər qıldığına qədər Bəli. Mənə tanıyanlar, deyir ki, mən də demişəm, mən qardaşın sağ verirəm. Bu günə kimi, yəni elçinə heç bir höccət qaldırmamış, belə deyək də. Bu iş kimi söhbət olmamış. Necə ki, o qardaş özü, məsələn, kiməsə, salam aleykum, salam demiş, tanısıysan, sonra dedim ki, belə küfürlər var. Sən yenə getdin, söhbət edin, öyrəndin, düz deyil. Amma sən söhbət eləməmişdin, ağızdan eşitmişdin, belə deyək. Necə ki, bəzi adamlar da var. Yəni ki, sən onu özündən eşitməmişdin, onu demək istəyir. Ağızdan kimsə demiş ki, sənə, konçes belə deyil, düz deyil. Necə ki, mənim də dilimdən, məsələn, var burada bəzilər. Demişdir ki, məsələn, mən görə bu ilə gəlib konçes mənə kava yeririr, təqdir etsin. Özü başları da belə aydın içindir. Yəni ki, o ilə oturdub söhbət edəlim, özləri gəlmişdir. Birinci dedi ki, mən elə şey deməmişəm. Yanındakı qardaş ona deyəndi ki, əxi, sən belə şey deməmişsin. Yoxsa problem yoxdur, sonra araşdırdıq. Bu artıq o fitnə yayılır, düz deyil. Kəsən dəfə, birine söhbət edirəm. Nə verir? Sən ilə sürüydür. Biləm, nəyə görə? Verirsən, cihadı inkar edirsən. Biləm, cihadı nasıl inkar etdin? Verir, indi bu dəqiqə. Dedim, sən asmışdın şəkilli internet saytın. 5-dən oxuyurdun. Mən də qardaş sual vermişdi mən. O nəsə zinarlıdır. Dedim, ona başlayalım, demək ki, səsi kəsdə. 3 gün gəlirsən, kimdən tırqalı edirəm səni. Gəl, bu qarın yanında belə söhbət edir, səni itirirəm, cihadı inkar edirəm. Nə ona dedim. Özüm xan dedim, görmə dedim. Dedim, de ki, mənə dəlil gətir ki, cihad fərzayn. Alimlərdən dəlil gətir. Belə elədi. Dedim, mən sənə ən azından bir dənə alimdən gətirirəm, ən azından. Amma inkar da etmir, qısmını yoxluyurdu. Səhər o qardaş yanına verir, başqa bir qardaş. Qarsan, Konya'da ki, o şey, cihad yoxdur, bütün Sumqayıtı ayırdı. Alo, bu qardaş budur, bu qardaş stopludur.
sən deyən o məsələ var ha, prezidentlə söhbəti, başlayırsan. Orada ki, beləncə olur. Müslüm, müsəlman qalasının uşaqları, 4-5 nəfər oldu, o kitabı da biri gətirmişdi, İbqar, Ərəbcə bilən. Gətirmişdi, orada mənəsi oxudu. Məsələn, mən bir işlə şey dedim, deyəm, bağlayaq söhbəti sonra. Məsələn, şeylə, tağutla söhbəti elədi. Mən sadəcə demədim müsəlmandır. Sən etiqadın nədir? Qulaq aslar. Mən sadəcə demədim ki, müsəlmandır, falan kəs. Mənim etiqadım nədir qardaş? Bax, gözün açıq vurur. Siz kimlərsiniz? Sənin etiqadın, mən tapışdırırsınız. Sözümü tamamlayayım. Yox, sən kimsən? Mən sənə sual vermədim ki. Sən kimsən ki, bundan məndən etiqad soruşursun? Sən nə düşünürsən? Sizi, yəni, üzr istəyirəm, yetişdirən belə bir alim sizin üzərinizə artıq, məsəl üçün, dünya belə səviyyəsində siz bəyan edib ki, artıq bunlar cəmaatın hökmü verə bilər, cəmaatın var belə bir şey. Suala cavab verin. Sən özünə bəyan Mən bu qara sualın cavabına verəməyəsən, olar. Bir dənə sualıma cavab verin. Bəyan özün deyirsən ki, Hüccət məsələsi. Mən tamamlamışam. Azbala, sən belə adili bu sözünə görə çıxardın ki, sən kimsən ki, məni bu imtihan edirsən, elə deyil. Məhsin qabağında sənə sual verdiyinə görə də, o şirin məsələsində. İndi sən kimsən ki, bunu etiqad barədə sual edirsən? Mən kiməm? Bu özü deyir ki, mənə iftira atırlar ki, mən soruşmayacağım onu, özü deyir. Özü deyirdim də, amma sözün axırı fırılıb gətirəcəkdim nəyə? Yəni, axırda belə oldu ki, həmin adamların xoşlamadığı adamdan, hansı İbrahim müəllimdə, o oturanda onlar nasıl olur? Bunlar durub gedirlər. Şəxsən öz gözünün qalanı görmüşəm. Mən ilə gəlmişəm və qardaşlardan bilənlər də var. 4-cü mikrofonu şalan bilənlər də var. Onlar da durub gedirlər o məclisdən. Dəvət ediblər, mən demişəm getməyək, durub gedəcəklər. Dəvət gəlmişəm, oturmuşuq, durub gedirlər. Sonra demişəm, nəyə dəvət etdiniz, nəyə də getdiniz? Ağla sığmazdır. Yəni ki, hətta belə yahudi olsa, Hristiyan olsa çağırılır, oturmalısan. Nəsə əvvələtdən deyil, əxvaddan deyil, ədəbdən deyil. Nəysə, sözümüz zamanıdır ki, sonra bir həmin adam gəlmişdi mənə, dedi ki, filan kəsə nə deyirsən? Mən internet klubda oluram, hərdən, qardaş. Orada üstə oranın başçısı, orada bir nəfərin şəkini qoyub, cüdür belə. Mən deyim, mənə deyim, sənə nə lazımdır? Səni kim göndərir? Akasiya, bir dənə qardaş bir dənə qol bulasın. Akasiya bundan qabaq spor eləmişdilər. Həmin adamlarla, hansı ki, mən bunlardan qabaq, mən bunları demişim ki, belədir. Bunlar razı qalıb getmişlər. Sonra dedik və demiş, müsəlman deyirlər. Bir filankəs nəyə görə anladı müsəlman deyir. Amma ki, filankəs sənin atoğu söysə, gəlin mənə deyirsən ki, bu qat, filankəs mənim atamı niyə söyür? Getirəm ona nə ki, filankəs qamət bir müsəlman deyir. Deyim ki, sənin ilə bir yerdə oxuduq ki, o bayaq Elçin deyən kimi, həccə, namaz, filan, dua, tövbə, filan yerə getdi, həccələr, sonra bura gəldi, Allah şükür soruşdu ki, möhtərəm filankəs, və sənin də namazın qravı istəyən, nə bilirsən, mən qılmıram. O dünə şeyxun İstanbul ordeni verdi. Allah şükür verdi. Hə, nəysə, o da krest atmışdı. Yəni, deyir, bu şeylərə görə biz bunun zahirinə hökm verdik və cənazanı buna qoyuyoruz. Yəni ki, bu şeyləri, mən deyim ki, hə, patolog iştiha edir, ya düz deyərsə, 2 savab, səhv deyərsə, nəysə. Dedi, yox, sən onun tərəfini tutursan. İndi sizə sual verirəm. İkimiz oxumuşuq bir şeyi, sən bu adam deyir ki, filankəs tutur. Mən onun tərəfini tutmalıyım. Bir də indi mən ona cavab vereyim. Sən axırda belə oldu. Dedim, görür qoyun üstünə, qışqırır belə. Mən dedim, Allahdan qorx, qışqırma, nəyə qışqırsan? Deyirəm, Allah birdən onu bağışlayar. Birdən onu belə... Yəni ki, buna nəyə görə dedim? Deyim ki, bəs də kafir, təkfir adam falan ki, kafirdir falan ki, budur. Bu da bir sən necə? Və sanki bu sözü gözləyirmiş, götürdü ağzından tutdu getdi, sözünü tamamlamamış. Halbuki mənim fikrimi əvvəl öyrənmişdi. Bu mənim şəxsi fikrimdir ha. Kim nəsə deyir, onların o fikrin necəyələr, dəlillərinə görə heç də demirəm, susuram. Amma kimsə nəsə dəlillərini sübut eləyər, nəsə belənsə, getdi yaydı, onlar da ki, bütün üstünü qayda, xüsusən, ümumənəki Azərbaycana, yayı da ki, bu qədər falan şeydir. Hansı bir gəlmən ağzına eşdir. Sən başda, hansı ki, həmin adamı o günə kimi, o vaxta kimi ondan dəli götürmürdülər. Ondan dəli götürmürdülər, Vahil müəllimə söhbət edir. Onun dəli götürmür, o sözü deyəndən sonra onun qoyurlar bura, o benzin şeyinə bir şey var. Yaxşı, Allah bütün müsəlmanlardan bayında görmək istəyir. Bir də ki, kimin sözünə nəsə deyir. Mən o cüzeyəm, xahiş edirəm, mənə kimsə, bax burada, olan CD var, kaset var, mən açıq aydın deyirəm. Kim ki mənim haqqımda, yəni burada artıq əsir, yəni ki, bu üzristəyirəm, mən belə açığı deyirəm ki, Əvvəlki meçidən gedənin, yəni bu məsələ müdafiə eləyənin çoxsunda var ki, çoxsunda deyirəm ki. Nəyə müdafiə eləyən? Əvvəlki meçidən gedənlərin, nə mənə deyirəm, orada bu məsələdə qaynaşan, bütün gün məsələdə artışan, öz işində gücün olan demirəm, amma öz işində oraya hər bir də yox, qaynaşan bu məsələlərdə insanların çoxsu, belə oturub söhbət edəndə gedirlər, əks şeylər danışırlar, başa düşdük.
mənimcə bu haqqında hər hansı bir şey deyilsə, mən ona cavab verə bilmədimsə və ya ki, bilmədimsə də və ya ki, üzr istəyirəm, fırlatdımsa da və ya kimsə mənimsə bir sualı varsa, bəni başdan versin, mənim haqqımda kimsə bir şey danışmasın. Mənim haqqımda burada olmayan şeylər hər hansı birini danışarsa da, mən Allahın izindən burada, düzdür, Allahın şəriəti burada tətbiq olunmur, amma mən onun üzərində şəxsən tətbiq edəcəm. Çünki artıq buna varar olmuşam. Allahın şəriəti mənim haqqımda nəsə olmayan şeylər danışarsa, mən bunu açıq aydın deyirəm, amma kimsə də qorxmuram. Kimsə olur olsun. Bir də mən özümü deyirəm. Mən sən aşağı yetişib aşağı deyirəm. Sən ətrafa yığdıqlarınla bizi səhv salma. Biz olan şeyi deyirik. Əxir, mən görürsən, bax, xarışdırdın. Bunlardan bir nəfəri çağırırkən, bilən ki, elçin sizin birinizin namusuna bir müsaade. Mən namusdan danışmıyorum. Namusdan söhbət getmir. Bir deyək, elçin. Ətrafa yığılır. Elçin. Bir də ətrafa yığılır. Mənim ətrafımda deyil. Siz nə olur? Mən Ayşə deyirəm. Ümid danışmır. Bunun hakimi yox. Elçin, Allah aşkına, mən bilmişim. Elçin. Kimdir kitabı? Eşidir kim? Allah aşkına, Elçin. Ne demiştim canım? Danışmayın. Qardaş, boş yok. Qardaş, her şey mümin danışmayın. Qardaş, mən nə demək istəyirəm? Yəni ki, bax, o qadirlə mənim söhbətim olur. Onu nəsə şişirtdilər. Olmayan şeylər. Yəni ki, özü istəyəm, Sumqayıtə, Qazağa üçün belə, hər yer özü istəyəm, hər yer, hətta Suriyə belə gəlib çıxıbmış üstünkü, belə bir məsələ olub. Mən olmayan şeylər, yəni nəyə demək istəyim? Kimisə mənə bu da, hər hansı bir məsələdə ki, o bilmədi, və ya ki, o düzgün cavab vermədi, nəsə bir sualı varsa, bəli başdan versin. Aysa o, hə, mən əlim belə, bəli, fakt ver. Çünki bu, Hadi bir dənə sual ver. mən əlim belə qoyuyor. Ufaq. Dediyin deyən, sual verim. Deyirdi. Bir dənə xahiş edirəm. Bax, indi bura yığışmaqda məqsədimizin əvvəlinə qayıtmaq istəyirəm. Bu insanın əlində olan bilgilərə görə bu insana müsəlman deyir. Demək haqqı yox, bu dəlil yox. Deyib də, deyib. O vaxtı həmin insana kafir demək olardı. Həmən insana? Hə. Həmən insana bir insan... Olarmı? Hə, yox. Səbir olur, axı. Oldu. La iləhə illallah. Axı, bir deyək. Bir Müslüman, Ömər bin Xattab radiyallahu anh necə ki, Hatim bin Əbu Baltənin əməllərini küfür sayaraq və dediyi sözü, yazdığı məktubu küfür sayaraq, bunun etiqadına görə bu küfürdür, tamam mı? Bu şirkdir. Allah üçün bunu edərsə də, əgər Allah üçün elirsə, Allahın şərətindən Qurana dayanaraq ki, kim bu söz deyərsə kafir olar, kim bu tağuta müsəlman deyərsə də, bunun dəllərini qəbul etmədən ki, sənin üzrlərin üzrlü deyildir, amma ona rəddiyə verə bilmədiyi halda, amma ki, üzrlü deyildir deyərsə də, o insan təkfir edərsə də niyyətinə görə savab qazanır. Savab qazanır. O insan kafir olmasa belə. Amma bu qalxır öz şəxsi mənfəətindən dolayı, bu məndən dostuydu, mənə atdı. Kafir olmasa belə? Kafir olmasa belə, o niyyətinə görə savab qazanır. Bunu İbn Qayyim rahimehullah, gedin açın baxın. Bir insan əməlinə savab qazanır. Amma ki, şəxsi mənfəətindən dolayı, dünyavi məsələdən dolayı, hər hansı, məsələn, bu nədir kafir deyə? Deyir ki, bu adam müsəlman deyir. Şimdi qardaşım, sənin mənə qarşı hər hansı bir, sən də mənim... Qardaş, bu bir dənə bax, dedim ki, xata deyil. Xata olsa belə, savab qazanır. Xata olsa belə, savab qazanır. İstəməm dərsi. Bir dəqiqə, o əslində sual verir. Deyir ki, mən prezidenti müsəlman saymışam. Öz dəlillərimi, əlimdə olan dəlillərimə görə təkfir edə bilməmişəm. Mən üzürlü sayıram, yoxsa üzürsüz sayıram. Qardaş o sual verir. Yox deyəcəm. Yəni, onu demək istəmirəm ki, bunlar bunu təkfir edirlər. Bu təkfir edildiyində doğru ya yanlışdır. Mən onu demək istəyirəm. Mən də deyirəm ki, bu, onun dedikləri sözə görə, bu insanın yanında o söz deyin, kafir olduğuna görə, o söz dedib deyil. Bu kafir olmasa da belə, bu dediyinə görə savab qazanır. Bunun üzül olmamasına biz onu tartışırıq. Və deyək ki, mən indi araşdıracağım, sənin vermiş olduğu dəlilləri, uçuşdurun. Amma qoymadım, mən sənə dedim ki, 18 bir alimdən, 25 bir alimdən cəmsin eləyir, yəni 35 ya 43. Bu alimdən dedim toplayaq, bu alimdən 43 tane alimə sən dəlil verim ki, tağutu rədd etməyən, tağutu kafir deməyən, Allahın hökmündən başqa hökm etməyənləri kafir saymayan, tağuta iman gətirmişdir, Allaha küfr etmişdir. Ki, adlarını sayım siz yetərlidir, adlarını sayım. Özü istəm, buna deyəsən kafir. Mən, elçin yaxşı bilir, mürşid yox, mürşid tanıyırsınız da. Buyurduq, yazı kitabları qoltuğumuza, gəldi bu kişinin yanına. Başlayıq bunu değişməyə.
sən qaməti niyə kafir deyirsən? Sən bu dövlətin başında kafir deyirsən. İnşallah o qardaş bunu tanıyır. Bu da qardaş. Üzr istəyirəm. Məndən qardaş, mənim danışığımda bax dəfələr Nəticə bir dənə söz ver. bir dəqiqə. Tam bu qarşısı bəyəkdə danışmaq istəyir. Bir danışsın. Danışmaq. İndi danışmaq. Sən dedi nə o İbrahim bəli elədi, məscidin qabağında bəli elədi. Təvəddü. Yox, mən orada olmamışam. Mən dedim orada. Onu mən dəqiqləşdirmək istəyirəm. Dəqiqləşdir. Problem yox. İcazə verirsən də Son sözüm. bir şey yox. Tamam, bax, səbəb deyil, səbəb yox. Mən də inanmıram. Yaz. Tamam, inanmıram belə. Tamam, gəl aşağı olalım. Son sözüm bu. Biraz sakitlər. Biraz sakit. Bu söhbətdən sonra artıq mən yenə də ona birbaşa kafir demirəm. Nəyə görə? O müsəlman deməli də haqq Bu dəlil. söhbət mənim üçün yenə deyirəm. Bu söhbət mənə qane eləmir, necə deyim, yetərincə deyil. Lakin yenə deyirəm, mən bundan sonra həmin etiqadında da qalmıram. Nəyə görə? Çünki artıq buradakı müəyyən o kitabdakı dəlillərə görə artıq mən tərəddüd edirəm. Mən bundan sonra yenə ciddi bir şəkildə vəziyyəti əl alıb araşdıracağam. Və ondan sonra Mən sənə deyirəm ki, mən sənə bu qardaşlara demişdim ki, qardaşlara demişdim ki, üzr istəyirəm, bu qardaşlara ki, gəlsin. Mənim evimdə elə kitablar var ki, yəni mən üzərində ixtilaf olmayan alimlər, başa düşdüm, ixtilaf olmayan alimlər var ki, mənim kitablar. Çağırdım deyən, gəlsin mənim evimdə oturaq, gözəl bir şəkildə çayımızı içək, çörəyimizi yeyək, rahat şəkildə özünün yanında 2 nəfər gətirsin, 3 nəfər gətirsin, dedim bu qardaşla gəlsin özü, oturaq evimdə. Mən nəyə deyəcəmsə də, falan Buxarıda hədis, Buxarı yetiş qardaşım. Yox, İmam Nəvəvi deyir Riyad Salihində, ala Riyad Salihin, tamam mı? İbn Teymiyyə deyir, İbn Teymiyyə xətfası falan cilt, buyur qardaşım. Təfsir falan cilt falan səhifə, qardaşım buyur, ala baxa bilərsən bu şüşdür. Yəni bu şəkildə istəyirdim ki, ha? Kitabxanalarda alimlər mübahisə edəndə Yəni alimlərin bu gətirir asılı. əlbəttə ki, yəni belə mən ona görə dedim ki, bu qardaşla gəlsin, mən belə danışım. İndi ki, qaldı ki, mən şey, alimlər, mən dedim ki, orada bax, falan alimlərdən. Bax, burada məsələn mən saydım ki, 17 alimdir ki. Allahın hökm etməyənlər, mü'təbər alimlər. Bax, sayılır birinci İbn Hazm, Şeyx-i-İslam İbn Teymiyyə, tamam mı? Hamısından bax, buraya onun dəlilləri gedir. İbn Qayyim, İbn Kəsir, rəhiməhullah. Allahın hökmü hamısını kafirdir, tamam mı? Ondan sonra Şövkəni, rəhiməhullah. Abdullah bin Abdurrahman, rəhiməhullah. Hamid bin Atiq, rəhiməhullah. Abdullah bin Hamid, rəhiməhullah. Muhammed bin İbrahim Əli-Şeyx, rəhiməhullah. Muhammed bin Amin Şanqiti, rəhiməhullah. Ondan sonra Muhammed bin Ca'fər Əl-Kətəni, rəhiməhullah. Şeyx Əhməd Şakir, rəhiməhullah. Ondan sonra Mahmud Şakir gəlməsi lazım. Bəli, Mahmud Şakir, rəhiməhullah. Ondan Şeyx Muhammed Hamid Fəqir, rəhiməhullah. Ondan sonra Ustaz Abdülqadir Avd Sudarına, rəhiməhullah. Əl-Ustaz, sizin qəbul eləmədiyiniz ən sonda bir alim ki, onu düz Abbaçı xalq qəbulənmirlər bunun alim olduğunu və bu məsələdə Seyyid Qutub Rahiməhullahın, yəni onun da məsələsini lazımdır. O da ki, o da ən 17-ci adam odur. Yox, onun da danışa bilərik, heç problemim yox. Məsələn, ola bilsin, qəbul olmasın, amma başqa məsələlər var, məsələn, o söyməyə, izadı məsələlər var. Hansı söyməyə? Sən haberləri üzrə məsələlər. Allah səhəmən bir dənə verəcəm. Yox, üzr istəyirəm, sahabə, üzr istəyirəm. Onun haqqında kitab yazılır. Rabi Mədxəli yazılır. Üzr istəyirəm. Nəticə etibarı ilə nə oldu? Yəni, nəticə qardaş, Hansı nəticə? indi qardaşlar, mən bu mərsə o qədər sözün dedi ki, mən araşdıracağım. İndi sizin hər hansı bir nə mövqeyiniz var, yəni nəticə baxımından nə deyirsiniz, yəni ki, nə düşünürsünüz? Yəni ki, mənim hər hansı bir dediyimdə xata və ya yanlış, sən yalan deyirsən, falan şeyə qarşı sən cavab verə bilmədin, ona görə bunu belə deyirik. Nəsə bir iddianız, sözünüz varmı? Yox, məndə heç şey yoxdur, inşallah. Yəni kimdə nəsə bir şey varmı ki, qardaş, sən falan şey demədin? Neçə oldu qardaş? 448, 70, 4, 8, 70, 49. Qardaş, sən bəyək sual vermək istədin, amma qoyma nəsə Yusuf Peyğəmbər, ondan sonra Yusuf Peyğəmbərdir, Həccəsin məsələsidir, ondan sonra Nəzaşi məsələsidir, Peyğəmbər ona namaz qılmışdır, onun da hamısını açıq verdir. Bu da əlində dəlillər var, Zadul Ma'addan, İbn-i Kəsir Rahiməhullahdan, onları açıq verirlər ki. Yəni ki, o vaxtda Firon O müsəlman oldu, Nəzaşi müsəlman idi və Nəzaşi ilə and içir ki, hədis müslimlədir, və oxuyum sənə istəyəm, and içir ki, Nəzaşi Rahiməhullah. Vallahi deyir, mənim imkanım olsaydı, edədim Allah Rasulun dizlərinin dibinə ona iman edib tabi olar. Yusuf Aleyhisselam'da haqqında rivayət var ki, bəli, Firon, onun rivayət var ki, İbn Kəsir Rahiməhullah, bir də Qutub Rahimət tarixində getirir ki, onun müsəlman olduğu haqqında. Amma alimlər deyir ki, ixtilaf olmasına baxmayaraq, O kitabları yazır. Hansı kitabı?
Tabi el-Müşşerif. Abdülkadir bin Abdülaziz.